Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın arxasında duran qüvvələr həm Ermənistana, həm də dolayı yolla Azərbaycana təsir göstərmək istəyir. Politoloq Samir Hümbətov bunu Sarkisyanın növbəti seçkilərdə hazırki Ermənistan hakimiyyətini devirməklə bağlı sözlərini Today Press-ə şərh edərkən deyib. Onun sözlərinə görə Qarabağ klanının keçmiş nümayəndələri istər Serj Sarkisyan, istər Robert Koşaryan, istərsə də digər üzvlər yalnız öz istəklərini və Ermənistan üzərində təsir qüvvəsi yaratmaq istəyən tərəflərin istəklərini diri tutmağa çalışır. Stat. Ermənistanın baş naziri Nikol Paşinyan indi açıqlama verir ki, müharibə olmayacaq. Bunun üçün heç bir əsas yoxdur. Sülh olacaq. Amma Ermənistanın daxilində baş verənlər, həmçinin şərti sərhəddə təxribatların törədilməsi, Sarkisyanın açıqlamaları əslində bir növ Ermənistanın mövcud durumunun hansı yerdə olduğunu göstərir. Ona görə də Azərbaycan tərəfinin haqlı tələbləri var. Çünki Ermənistan bugün sülh müqaviləsini imzalamaq istəsə də heç bir zəmanət vermir ki, sabah hakimiyyət dəyişikliyi baş verərsə və Sarkisyan kimi biri hakimiyyətə gələrsə, nələr ola bilər? O müqavilənin şərtlərini əməl edəcəkmi? Qarabağdan imtina edəcəkmi? Bu məsələ hələ də tam həllini tapmayıb. Statın sonu. Analitik diqqətə çatdırıb ki, Azərbaycan bütün bu halları nəzərə alaraq məsələnin kökündən həll olmasını istəyir. Serj Sarkisyan əslində Qarabağ məsələsi ilə bağlı bir növ erməni cəmiyyətini manipulyasiya edir. Çünki bugün hakimiyyətdə Paşinyan varsa və hakimiyyəti 53% səslə qazanıbsa, cəmiyyətin yarıdan çoxu Paşinyan administrasiyasının fikirləri ilə getməyə üstünlük verir. Lakin Sarkisyanın verdiyi açıqlamalar olduqca risk daşıyır. Bu çıxışlar Ermənistan daxilindəki yeni və əvvəlki ultramillətçi revanşist qüvvələri yenidən ruhlandırmağa hesablanmış ola bilər. Bu hal Sarkisyanın arxasında duran qüvvələrin həm Ermənistana, həm də dolayı yolla Azərbaycana təsir və təzyiq etmə mesajı kimi də düşünülə bilər, deyə Samir Hümbətov nitqini yekunlaşdırıb. Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyanın sülh açıqlamalarına qarşı ölkənin keçmiş prezidenti Serj Sarkisyan kəskin mövqe ortaya qoyub. O bildirib ki, növbəti seçkilərdə hakimiyyəti devirməyi hədəfləyib. Sabiq prezident yenidən Qarabağ məsələsindən istifadə edərək ordudan, kilsədən və Qarabağı könüllü olaraq tərk etmiş ermənilərdən səs qazanmağa planlaşdırdığını açıqlayıb. Tövfə Səməd, Namiq Abbasov, Today Press.